Azərbaycanda müxalifət gücləri nə qədər Batı yanlısı, Avro-Atlantik məkan uğrunda mücadilə aparan təşkilatlar kimi tanınsalar da, mayasında bir Rusiya bağlı olan güclər olub hər zaman. Və eyni zamanda bu güclərin Rusiya ilə ilişkiləri hələ onların siyasətdə doğuşları dövründə hər zaman özünü biruzə verib. Hər kəs də bilir ki, Əli Kərimlinin siyasətdə olması bir Batı yanlısı, liberal dünyanın təmsilçisi olan liberal bir bəli, elə tanıyırdılar. Lider kimi tanınıb. Amma Əli Kərimlini siz bir mətbuat işçisi kimi məndən daha yaxşı tanıyırsınız. Bilirsiniz ki, Ramiz Mehdiyevlə Əli Kərimlinin ilişkiləri 1995-ci ilə bağlanır. Əli Kərimli Azərbaycan Xalq Cəbhəsində birinci müavin təyin olunan dövrə bağlanır ki, o birinci müavin gələndən sonra bütün mücadiləsi Elçibəyi siyasətdə ignor etməyə hesablanmışdı. Mətbuat işçiləri bunu hər kəsin yaxşı bilir ki, mətbuata hansı tezislər verilirdi o zaman. Azərbaycan Xalq Cəbhəsinin içərisində Elçibəyə qarşı hansı təhqiramiz yazılar yazdırılırdı, onu dönəmin bütün mətbuat işçiləri bilir. Və Əli Kərimlinin də adama sual verilir ki, demokrat lider, prezident toplumda və özəlliklə Türk dünyasında, demokratik dünyada böyük bir imici olan adam, demokrat və liberal Əli Kərimli tərəfindən nə təhqir olunmalıydı və vurulmalıydı? Təbii ki, hər kəs o zaman bilirdi ki, bu hakimiyyətdən qaynaqlanırdı içindən. O da Ramiz Mehdiyev olduğunu da hər kəs bilirdi. Özəlliklə Elçibəy bunu daha yaxşı bilirdi. Zamanında sizin həmkarlarınız Elçibəyə də bir sual vermişdilər ki, Əli Kərimli sizə qarşı mübarizə aparır, sizin onunla bağlı niyə ölçü götürmürsünüz? O da belə bir açıqlama vermişdi ki, Əli Kərimli gəncdir. Yəni, mən onunla bağlı ölçü götürsəm, həmən o məhv olur. Doğru yanaşmaydım sizcə? Bugün elə eyni fikirlər Facebookda da səslənirdi ki, zamanında Əbülfəz Elçibəy, Əli Kərimlini niyə zamanında ifşa eləmədi? Yazırdılar dünə. Elçibəy o zaman həmin açıqlamasını davam etdirərək bildirmişdi ki, mən daha çox onun arxasında duran güclərlə mübarizə aparıram. Çünki bu güclər qaldıqca, bugün Əli Kərimlidirsə, zərərsizləşdirdin, yarın başqası olacaq, onu da ələ keçirəcəklər. Amma o arxada duran güclər zərərsizləşdirəndən sonra artıq onlar partiyaları bu formatda ələ keçirmək ondan mübarizə aparacaqlar. Bu baxımdan Elçibəy deyir ki, yəni Əli Kərimli gedəcək, Əhməd gələcək. Əhməd gələcək, yenə Əhməd üzərindən həmin əməliyyat aparacaqlar və bu kirli, seçkili siyasətdə davam etdirəcəklər. Təbii ki, o zaman Elçibəy Ramiz Mehdiyev zihniyyətini hədəf alırdı.